Mən bilmirəm səni necə təqdim eləyim. Hərdən doktor oluram, hərdən torpaq almaqda, ev almaqda kömək edirəm. Pul qazana bilirsən bu dost çevrənin içində. 3 gündən bir səni polisə çağırırlar, maşınla buna cərimə yazırlar. Sən musiqidə doğru yolda deyilsən, səni bir gün tutacaqlar. Sən özünü kölgədə qoyursan. Mən elə qarmonumu çalıram. Sənə deməmişəm bu mikrofon burada olsun. 5 dəqiqə geciksən 50 manat maaşından kesəcəm. Sən Allah pis şeylərə qulaq asma, birdən xoşuna gələr. Ey vətən, eləyiblər. Ey vətən, bu ingiliscədir. Çünki oxuduğum mahnının geyindiyi şalvara dəxli yox. Xoş gəlmisən Nazim. Təşəkkür edirəm. Dəvət üçün çox sağ ol. Necəsən? Yüksək səviyyədə yaxşıyam. Yaxşı olamışə. Biz illər öncə üz-üzə otursaydıq, mən bilərdim səni necə təqdim eləyim. Amma son illər sən o qədər şahələnmisən ki, mən bilmirəm səni necə təqdim eləyim. Mənə gəlir ki, elə Hacı Nazim kifayət edir. Bəstəkar, Nə barədə deyirəm? Yəni çünki müğənni, yaxşı dost, nə o qədərdir ki, çünki mən bacardığım hər şeyi etməyə çalışıram. Hərdən doktor oluram, hərdən bir vasitəçi oluram, hərdən kiməsə bir torpaq almaqda, ev almaqda kömək edirəm. Məsələn də, yəni şey anlamında deyirəm. Burada indi onun geri dönüşündə biz maddiyyatını umuruq, amma yəni bu təbii ki, olunan işlərdə dostlar üçün edirəm. Yəni gülməli olsun deyə deyirəm. Yəni mən hər iş görməyə əgər bunu bacarıramsa, onu əsirgəmək istəmirəm. Çünki qorxuram ki, mənə kimsə buna görə qınayacaq. Amma mən yenə də sənin tam ürəyincə olan təqdim, ən çox hansı tərəfini üstün tutursan, o özün deməyini istəyirəm. Mənə elə gəlir ki, mən artıq musiqi sahəsində bir istehsalçı olduğuma görə bəstəkar kimi daha yaxşıdır. Çünki bu prodüserin içində mənə elə gəlir ki, hər şey var. Eyni zamanda ifaçılıq da ki, onsuz da zaten mən stabil ifaçılıq həyatında özümü saymıram. Çünki belə olmur. Bu daim işləmək lazımdır, sırf yaradıcılığa vaxt ayırmaq lazımdır. Bunu da nəsə mən heç vaxt ardına düşmədim və çox güman ki, o ulduzluq bir istəyi, sevgisi mənim içimdə heç vaxt olmadı. Olsaydı, əlbəttə ki, şansım çox idi. Daha erkən başlamışdım və özüm yazırdım. Yeri gələndə yazdığım musiqilərin də yetərincə nəticəsi var idi. Və bu marketinq tərəflərini də müəyyən qədər bilirdim, satışını. Nəsə edə bilərdim, amma yəqin ki, istəmədim. Çünki insan istəyəndə bir şeyə nail olur. Bizim sahədə dostlarla çalışıb eyni zamanda yaxşı pul qazanmaq çətindir. Birinin özündən keçə bilmirsən, birinin sözündən keçə bilmirsən. Pul qazana bilirsən bu dost çevrənin içində. O deyir, dostumsan pulsuz yaz, bu deyir, gəl belə köməklə, nətər yaşayırsan? Mən bu mövzu ilə bağlı sanki ürəyimdən xəbər verirsən, Türkan. Çünki yol boyu düşünürdüm ki, bu sual mənə rast gələcək. Doğrudan deyirsən. Valla, mən nə cavab vermək istəyirəm? Bizim xalq artistimiz var. Təbii ki, bəlkə istəməz ki, özünün bu mövzuda adı çəkilsin, amma bunu artıq biz bir nümunə olaraq, bir örnək olaraq hər kəsə deyirik. Səhv etmirəmsə, buradan salamlayıram Brilliant xanım Dadaşova. Bir dəfə ona zəng vururlar ki, bəs bir el şənliyi var. Neçəyə gedərsiniz ansambuldan falan bəs məkan. O da bir məbləğ deyir. Ona deyirlər ki, bəs yox, Brilliant xanım, bilirsiniz, bu dost məclisidir. Mümkünsə biraz güzəşt falan. O deyir ki, mən düşünürəm ki, elə mənə xeyri dostum verməlidir də. Mən düşməndən xeyir güdə bilmərəm ki, mənə dostum verməlidir. Əslində, məntiq etibarilə bəzən deyirlər ki, təmənnasız dostluq, belə şey olmur. Zaten bu həyatın özü düşünürəm ki, təmənna üstündə qurulub. Çünki Allah bunu belə yaradıb. Məsələn, bir quzunun doğulması üçün mütləq mövsüm olmalıdır, ot çıxmalıdır. Yeməlidir onu. Ki, o və sair və ilaxır. Yəni, çox nümunə göstərə bilərik. Hansısa bir balıq yaranıb ki, böyük balıq onu yesin və yaxud da ki,
təbiətin özünün quruluşunu Qanunlar Allah var. zaten təmənna üzərində qurubdur. Amma bu təmənna elə dostdan olmalıdır ki, orada bir çirkinlik olmasını düşünürəm. Yəni mən ummalıyam ki, şəxsən özüm dedim ki, Türkan mənə niyə verilişə dəvət edirəm? Çünki başa düşürəm ki, Türkan bunu yanlış anlamayacaq. O adama deyərsən o sözü. Bəli. O təmənnanı o adamdan güdərsən ki, o səni yanlış anlamayacaq. Və yaxud Nazım, yanıma bir adam gəlir, tutalım, istedadı var. Ona bir mahnı yazmaq lazımdır. Ki Nazım onu yanlış anlamayacaq Türkanla. Amma bu həmişə belə olmur da. Yəni ona görə də düşünürəm ki, bizim təmənnamız elə bir-birimizdən olmalıdır və biz bir-birimizə yaxşılığımız dəyməlidir. Və dostluq müddətində bir-birinə yaxşılığı dəyən insanlar, bunu mən adətən varlı və kasıb, varlı yox, imkanlı və imkansız. Çünki varlılıq daxilən olur, pulda olmur, varlılıq daxilən olur, kasıblıq da daxilən olur. İmkanlı və imkansız təbəqəyə ayırsam, imkanlı öz malından keçir dostluğunda. Sənə bunu alır, bunu eləyir, dostundur da, dostluq müddətində eləyir. Sən də ona nə edə bilərsən? Zamanın, mənəviyyatınla, vaxtın, onun xidmətində dura bilərsən qarşılığında ki, özünü boşlu sayırsan ki, artıq dostluq var. Sabah münasibətlər pozulanda hamı başlayır tərəzin özü istədiyi kimi ölçməyə. Bu bir borcuydu, biz bir-birimizə etməliydik və tərəzidə heç bir çəki, yəni sən mənə az elədin, çox elədin, dostluqda olmamalıdır. Bunu artıq bir geridə qalan səhifə kimi geriyə qoymağı bacarmaq lazımdır. Amma bunu müzakirə etmək ki, mən sənə bunu elədim, sən mənə bunu elədin, bundan çirkablı bir söhbət, mövzu artıq yoxdur və düşünürsən ki, peşman olursan da bu məyusluq mənim üçün ən ağır hissdir, məyus olmaq. Mən bunu yaşaya bilmirəm, ağır keçirdirəm, yəni məyus olmaq. Mən istəmirəm kimisə də məyus edeyim. İnsan bir-birinə bəzi məqamlarda pis ola bilər, yaxşı ola bilər. Quranda da ədalət bu formada hesablanır. Məsələn, Allah buyurur ki, deyək ki də, içkinin zərəri xeyrindən çoxdur. Demək ki, bunun xeyir tərəfi var. Biz onu araşdırıb tapa bilməmişik. Mən bu mövzuda danışmaq istəmirəm. Bunun təfsirini dindarlar eləyə bilərlər. Amma dostluq da belədir. Türkanın mümkün deyil ki, Nazimə zərəri də olmasın, xeyri də. Bu mənəvidir. Zərərimi xatırlamıram. Yox, mənəvidir, pisliyi yox. Zərəri odur ki, məsələn deyirəm də başqa bir dostluq yox, doğma qardaşın. Əli düzdür, əli ayağı düzdür, yalanı yoxdur, yaxşı adamdır, gözəl insandır və s. sayırsan. Nə qədər gözəl xüsusiyyətləri var, ha? Amma 3 gündən bir səni polisə çağırırlar, nə bilim, maşınla buna cərimə yazırlar və yaxud da nə isə də bir narahatçılığı var. Bir həyatda bir sənə vurduğu zərbəsi var. O zərbə hesablayırsan ki, xeyrindən çox gəlir. Çünki nüfuzun aşağı düşə bilər, dost arasında baş aşağı olursan, kiməsə ağız açmaq istəmirsən, bu ölçü ilə davranmalısan insanlara, düşünürəm. Yəni bu ədalət bu cür hesablanmalıdır. Mənim Türkana zərərim xeyrimdən çoxdursa, bunu balanslaşdırmaq lazımdır, artıq qorumaq lazımdır. Harda Nazimlə Bunu necə... bilmək lazımdır, bu yaxşılığı görmək lazımdır. Bizdə ən böyük problem budur. Bəli. 100 dənə yaxşılığın qarşısında bir dənə səhv bilmədən Silib atırlar adam. silib atırlar. Dərhal silib atırlar. Niyə biz belə vəfasızıq? Çox qəribə. İnsan son dövrlərdə laf düşünürəm ki, bu laf aqressiv haldadır. Bəli. İnanın ki, məsələn, əvvəllər dedilər ki, konsertə həmişə sonda o ən əla ulduzlar, əjdahalar. Mən uşaq olanda Zeynəb xanlarova deyirlər. Bağlayırdı konserti. Bağlayırdı konsertləri. Elə xatirimdə qalıb və Mürdan Zeynəb xanımı da salamlayıram. Biz də salamlayırıq. Əslində bunun özü bir marketinqin çox siyasi bir tərəfləridir. Çünki yadda o qalırdı. Ən sonda olan qalır yadda. O təəssüratla gedir tamaşaçı oradan. Bizim həyatımız da tamaşada axı. Ən sonda olan baş verən hadisə yoxdur. O yadda qalır. Pisdirsə pis yadda qalır, yaxşıdırsa yaxşı yadda qalır. Yəni, mən üçün də pis və yaxşı nisbətdir.
sadəcə olaraq burada da bir dənə məqam var ki, əgər bir insan pislik edə bilmirsə, o artıq yaxşıdır. Hə, doğru. İndiki dövrdə pislik yaxşılığına ehtiyac yoxdur. Pislik edə bilmirsə, əlindən gəlmir də istəyir eləsin, amma etmir. Eləyə bilər, etmir. Bəli, əlində imkanları olub insan var ki, deyir ki, cərrahın da əlində bıçaq var. Qatilin də. Qatilin də əlində bıçaq var. Sən onu necə istifadə edə bilirsən də. Çox doğru. Əlindəki imkanlardan istifadə edib yaxşılıq edə bilmirsənsə, nə olar pislik də eləmədə. Yəni pislik eləmirsən, sən artıq mənim üçün yaxşısan. O deyirlər nə ətdir, nə balıq, Rus misalı var da. Yəni sən artıq mənim üçün yaxşısan. Elə o ət, balıq o. Artıq yaxşısan. Çünki görəndə xoş görüşək, salam mələkimiz olsun kənardan bir sığorta kimi kifayət eləyir. Məsələn, yaxşı pis mənim üçün nisbətdir. Hərdən balaca qızım. Allah saxlasın. Çox sağ Allah bütün balaları saxlasın, sənin balalarını qorusun. Gözəl balalarım var maşallah. Sağ ol. Qızım gəlir ki, mən falan kəslə dalaşmışam. Məsələn də bir oğlan uşağı da dalaşıb. Nə oldu? Bəs mənə belə dedi, on plaxoy və yaxud da ki, ana plaxaya. Deyirəm qızım, belə söz demək olmaz. Birinci növbədə unutmaq olmaz ki, yaradılışın hamısını Allah yaradıb. Yəni, səni də, məni də Allah yaradıb. Sadəcə olaraq, sizin enerjiniz tutmur. O demək deyil ki, sən yaxşısan, o pisdir. Sadəcə olaraq, o kimin üçünsə yaxşıdır. Sən də kim üçünsə yaxşı olmağı bacar. Hamı bir-birinə yaxşı olmağı bacarsa, zaten nəticə etibarilə yaxşının sayı çoxalır. Ona görə də bir dostumuz vardı, deyirdi ki, əşi dost yoxdur, o qədər udar dost falan bezmiyor. Ona axırı bir dostumuz, başqa bir dostumuz, müdrik dostumuz deyir ki, sən dost ola bilirsən özün. Deyir ki, məndən yaxşı dost var, deyir, deməli dost var da. Yəni, hər kəs dost olmağı özündə bacarsa, nəticə etibarilə dostun sayı çoxalır da. Yəni, ona görə mən düşünürəm ki, yaxşı olmaq pislik etməməyə bacarmaqdır indiki dövrdə. Bayaq bir söz dedin məyus olmaq mənim üçün ən... Vay. Bax, o bir sual vermək istəyirəm. Nə vaxt belə sarsılmısan məyusluqdan? Nə baş verdiyini deyə bilərsən? Düşünürəm ki, məyusluqla yanaşı bir heyfisləndiyim məqamlar da çox olub. Bunlar bənzər hisslərdir əslində. Heyfislənmə bəlkə də paralel hisslərdir hardasa. Məsələn, olub da bir sənət yoldaşlarımın arasında tutalım ki, dünyasını dəyişən cavan sənət dostlarım olubdur. Bugün biraz reysindən çıxmış sənət dostlarım var ki, çox böyük ifaçılar nəzərdə tuturam. Baxıram ki, biz münasibətləri işimizə qatmışıq, biraz onlar uzaq düşüblər, biraz musiqidən kənar. Burada mənim haqqımda, məndən uzaq düşmələrinlə bağlı məyusluq hissi yaşamışam. Ki, mən doğrudan təmənnasız xidmət eləmişəm. Yəni, nə barədə? Ki, 6 oxuyan var da, fisivo, məsələn. 6 dənə oxuyan var. Tutalım. 7 oxuyan var. Barmaq sayıdır bu. Yəni, ona çatar da bu. Nədən gedir? Oxuyandan gedir söhbətdə. Yəni, bu adamlar hər tərəfli. Söhbət marketingdən getmir. Yəni, sənətdən gedir. Bu günləri zirvədə, toyda, düyündə işləyən, çalışan, ruhsunu qazanan ifaçılarımız çoxdur. Və halal xoşları öz əziyyətləri ilə gəlib ora çatıblar. Amma mən danışıram ümumiyyətlə peşədən, sənətdən, hansı ki o adamları bəlkə bugün heç axtaran yoxdur. Səhnə arxasında qalıblar öz ağıllarının ucbatından və yaxud da tənbəlliklərinin və yaxud da ki, Üzeyir Hacıbəyev zamanında haqlı olub bu sözü deyib ki, istedadlara kömək edin, istedadsızlar onsuz da yer tapıb çıxacaqlar. Bu elə belə söz deyil. Çünki istedad həmişə öz istedadına arxalanaraq tənbəlləşir. Biraz dabır eləyir. Deyir ki, saat 4-də də mənə zəng vursalar, 2 dənə boğaz eləyəcəm. Deyəcəklər, bəh-bəh, tüklərin biz durduq, tutardı məsələdə. Yəni, bununla məsələ həllini tapacaq. Və yaxud da ki, vokalistlərdən, vokalçılardan bir dənə açacam orada, bir dənə, nə bilim, bir filan ariyanı oxuyacam. Artıq məsələ bitmişdi. Yəni, kimə desən sözümü deyəcəm. Çünki doğrudan da haqlıdırlar. Allahın verdiyi istedad və onu gəlişdiriblər zamanında və profesional şəkildə. Sıradan çıxmış ifaçılar üçün məyusluğum, heyfislənməyim olub.
çox və münasibətdə ki, məndən uzaq düşüblər və məndən işlədiyi dönəmdə məhsuldar olub və nəticə göstərmişik, iş görmüşük. Bu günləri heç nə o məni axtarır, nə mən onu axtarıram və biz adımızı tutmuruq bir-birimizi. Çünki yəni tək bir nəfərdən getmir. Ümumi bir neçə nəfərdir ki bu. Bəlkə də o da mənim haqqımda eyni fikirdədir, ondan getmir söhbətim. Amma niyə axı? Demək, çünki zamanında biz professionallığı işə qatmışıq. Münasibətimiz də olmayanda artıq bizim işimiz də gedib düşüb yuvarlanıb dərənin dibinə. Olmamalıdır belə. Məyusluq hissi sırf bundan bağlı olub. Eyni zamanda bu yaxın günlərdə də bir hadisə yaşandı. İstanbula uçmuşdum. Təyyarədə tək uçmuşam özdə. Tək bir də çalışaram, heç getməyəcəm mən. Doğrudan? Hə, bir dostumuzun travel şirkəti var, oradan bilet alacam, tək getməyəcəm. Nəysə. Deyə bilərsən dostunu. Hə, mənim dostum Türkan, əzizim. Mən bilirsən də biletləri həmişə səndən almışam. Mən nə vaxt tək bilet alsam qoyma. Çünki doğrudan tək insan başlayır düşünməyə, danışırsan. İnsan tək olmamalıdır heç halda. Mən gördüm ki, mənə ağlamaq tutub. Yəni mən ağlamaq istəyirəm. O yanımda da adamlar var da, yəni başqa adamlar uçur axı. İstəmirəm onu görsünlər. Yəni deyir kişilər ağlamaz. Niyə ağlamır? Kişi insan deyil, elə qəşəng ağlayır ki. Prosta kənarda çalışsan ağlamağa, gizlənirsən. Gizlənəndə də o kaslar deyirlər, tüklər, əzələlər sıxılır, özün sıxılırsan, beyin sıxılır. İçəridə bir enerji yaranır, deyirsən ürəyin partlayacaq. İstəyirsən bir ağlayasan ki, niyə? O niyə sualını verirsənsə sənə gəl. Deyir, neynim, necə eləm deməyəsən. Ayrıdan bir ürək sözü deyirlər, ha. O böyük sözdür. Səni arzuluram, neynim, necə eləm deməyəsən. Çünki çıxış yolu tapanmırsan da, deyirsən, niyə? Niyə, bəli. Və o niyəni deyəndə artıq demək sənin içində bir xaos var, narahatçılıq var. Ki, niyə? O niyəni o qədər samimiyyətdə özümə sual verdim təyyarədə, Allahın da ürəyim partlayırdı. Oy Allah. Güclə çatdım ora. Getdim, Abbas da xarici səfərdən gəlirdi ora. Aeroportda onu gördüm, düzəldim. Onu gördüm. Dedim, Allah heç kimi dostsuz eləməsin. O Ramiz Rövşənin dünən bir şeirin parçasını eşitdim. Deyir, Allahın dostu kimdir? Özü də cavab verir ki, ən çox dost olan adam. Allah heç kimi dostsuz eləməsin. Amin. Amma eyni zamanda o məyusluğu da bizə yaşadan dostlar. Yəni bir vəkil Amerikada 80 yaşında deyir ki, mövzunu yekunlaşdırıram. 60 il mən vəkil işlədim və işin apardığım insanlarda həyatı boyu bir-birinə inanan adamlar olub. Həqiqətən belədir də, yəni. Bəli. Ən böyük zərbə də oradan gəlir də. Çünki onu gözləmirsən. Hər belini sığallayan insana dost demək, bəlkə bıçaqlamaq üçün yer axtarır. Yumurta, toyuq məsələsi var, sual verirlər. Birinci toyuq yaranır, yumurta. Burada deyirlər ki, məsələn, bəstəkarlar deyir ki, mənim mahnımla məşhurlaşdı. Müğənni deyir ki, mən bəstəkarı məşhurlaşdırdım məsələsi var. Həmişə mübahisəli məsələ olub. Bir tandemdir. Niyə görə? Sual yaranır. Əcəba o bəstəkar o mahnısını filan kəsə versəydi, necə olardı? Və yaxud da bu müğənni başqa birindən oxusaydı. Bəli. Niyə? Çünki burada mayak müğənnidir. YouTube'a girib bəstəkarın adını yazmırsan ki, YouTube'a girəndə yazırsan ki, Röya, Abbas, Zamiq. Ondan sonra görülən işi bəyənmisənsə artıq altın onun vərəqləyirsən ki, burada kimlərin əziyyəti var, kim bunu yazıb, kimin dəsti xəttini oxşur və s. və ilaxır. Yəni bəstəkar genəldə səhnə arxasında çalışan adamdır. Yəni siması ən üzdə olan adam deyil. Zaman keçdikcə əlbəttə ki, bugün bizim Aygün Səmədzadə kimi əcdahamız var ki, və yaxud Allah rəhmət eləsin, Nailə Mirməmmədlimiz vardı ki, artıq özləri, ya xanım İsmail qızı. Məsələn, unutduqlarım ola bilər də xanımlar ağlıma gəldi. Yəni artıq simaları onlar ulduzuydular və ulduzdular. Yəni davam edirlər öz yaradıcılıqlarını. Artıq insanlar onları tanıyır ki, illərdir bu sahədədirlər. Normalda bu gün təzə başlayan mahnı yazan bəstəkarlar var ki, artıq bunların mahnıları özlərindən çox məşhurdur. Yəni necə ki bizim zamanımda mənim mahnım özümdən çox məşhur idi. Bəli. Hərdən mənə dedilər, sən kimsən? Deyirdim ki, mənim mahnım özümdən məşhurdur.
Hansı mahnı, filan mahnı. Çünki bu mənim vəsiqəm idi də. Yəni ona görə də simanın tanınması sonradan sonra. Amma müğənni artıq parıldayan bir ulduzdur. Onun adı yazılıb, onun yanında. Sən kimdən Sən işləyirsən? düşünürsən ki, müğənni parladar bəstəkarı. Parladar deyil. Onu da saxlayan qüvvə bizik. Nice. O da yəni komanda olmasa, bu işığı necə saxlayarsan burada? Yo. Bunun bir dayağı olmasa, dirəyi olmasa, dayağı olmasa bu necə dayanar burada? Gözdə görsənən bir şeyi saxlayan bir qüvvə var. Dayaq var. Ən azından evində ailəsi var ki, buna dəstəkdir. Düzdür. İnsan sən dediyin kimi tək olmamalıdır. Komanda sağlam olanda sənin işin də gözəl. Çünki insan əgər özünü görə bilsəydi güzgüyə baxardı. Yox. Deməli kənardakı ona göstərirdi. Deyir ki, ay qurban olum. Bu sənə zildir. Elementar bu söz bilirsiniz nə qədər şeyi dəyişir. Müğənnilər eşitsin buradan. Yəni mən elədim və yaxud da bunu bu eləməsəydi belə olurdu. Bu normaldır, nisbətdir. Mən deməsəydim başqası deməlidir. Elementar mahnılara qulaq asıram, görürəm ki, əjdaha oxuyandır. Amma elementar bir dənə sözün vurğusu rus dillidir deyə düz düşməyib də. Yəni Azərbaycan dilində Xəzər məsəl üçün sözü yoxdur. Xəzərdir də. Bu necə danışıq dilində onu elə deyib. Gəlim məsələn. Musiqiyə görə dəyişib elib gəlim. Düşünürsən ki, olar gəlim. Belə deyir ki, olar gəlim. Necə danışsan oxumalısan da məsələn. Doğru. Məsələn, Ey Vətən mahnısında çox müğənnilərimiz oxuyub Rəşid Behbudovun ifasında olan yollarına qollarına düşən şeyhdən doya bilmirəm, bilmirəm. Məsələn, var sonra ey vətən eləyiblər. Amma ey vətən də deyəm. Ey vətən deyir axı, ey vətən bu ingiliscədir. Məsələn də yadıma düşəni budur. Onu deyən bir adam, böyük adamdır o. Kimsə deməlidir də onu. Desin ki, deyir biz bir-birimizdən nöqsan tapaq ki, başqaları bizdən nöqsan tutmasın. Yaxşı, bəs bunu deyən sənsən. Bəs niyə qəbul etməyənlər də var? Niyə qəbul etmir bizimkilər? İndi bu o işin başqa tərəfidir. Məsələ nədədir? Yəni geyimlə bağlı ən azından stilist, dizayner deyir ki, bəlkə bu gülü buradan çıxardaq. O bəlkəni deyən adam lazımdır. Adam özünə 5 saatlik güzgüdə baxır, tapamır. Görmür onu, hə. Çünki normaldır, adamın işi oxumaqdır. Və yaxud da bunun marketingi. Gəlin bu saatda mahnı buraxılsa, onu tam Kənanın işi nədir tutalım da. Mən Röyə şamil eləmək istəmirəm onu, ümumən demək istəyirəm. Kənanın işi ya başqa prodüserlərin işi, dostlarımızın bunun satış vaxtını düzgün təyin eləmək və yaxud konserti burada eləmək, konserti bu cür eləmək. Onun da işi ondan ibarət. Hərə öz işini görsə, onda komanda sağlam çalışır və nəticə etibarıyla biz nə edirik? Müğənninin keyfini pozmuruq, ona xidmət edirik, onun əhvalı yaxşı olsun deyə ona motivasiya veririk, ki verməliyik. Çünki bu adam əziyyət çəkir, ulduz olub, 30 il əziyyət çəkib ulduz olub, yanına komanda yığır və hər kəs o evə ruza aparır, öz evinə ruza aparır, pul qazanır və ixtiyarı yoxdur onun keyfini korlamağa. İxtiyarı yoxdur. Ola bilər həmin vaxtda o stressdən əsəbi ola bilər, kiminsə xətrinə dəyər, bəlkə bilmədiyi halda qışqırar, haykırısı var da, kimə desin, komanda edəməli deyək. Umduğu yerə. Onu keçmək, şəxsi algılamaq olmaz. Biri var deyək ki, sən şərəfsizsən, bu şəxsidir. Biri də var deyək ki, sənə deməmişəm bu mikrofon burada olsun. Bu şəxsi deyil. Bu professionaldır, iş başında. Mikrofona aid məsələ, texniki məsələdir. Və yaxud da ki, onun prinsiplərinə aid məsələdir. Zaten adam işdə deyib ki, belə olma. Bankda müdür nətər deyir, qədər işə 9-da gəlmək lazımdır. Bəli, 5 dəqiqə gecikmək olmaz. 5 dəqiqə geciksən 50 manat maaşından kəsəcəm. Onu pis olur o. Gəl gecikmədə 9-da gəl. 9-a qalmış gəl, sən ona 50 manat ver. O sən 50 manat versin. Yəni, məsəl üçün. Ona görə mənə elə gəlir ki, komanda çox gözəl olmalıdır və eyni zamanda müğənni bizim üçün dostdusa temboli, yəni ələxsus o dostdusa, ona xidmət etmək ürəklə olmalıdır, təəssübkeşliyin olmalıdır. Nazim, bir prodüser tərəfindən gəl danışaq. Bugün məsələn Azərbaycan estradasını təhlil etsək, dərhal hansı yanlışlar dilinə gələr? Falan kəs, demirəm, ad çək. Məhsul olaraq, yol olaraq, nə bilim, bu trend olaraq. Bu trend bilirsən də. Bu trenddən danışmaq istəmirəm mən, çünki
Mövlana'nın sözü var. Deyir, hərdən deyirəm ki, söylə geçsin, sonra deyirəm ki, nə dəyişəcək, sus bitsin. Bu trend dəyişən bir məsələ deyil artıq. Çünki bunu biz efirlərin özü də, verilişlərin özü var, bir çox verilişlər var ki, yalancıdırlar. Niyə görə yalancıdırlar? Peşəkarı çağırır, tutalım bizi çağırıb, ya və yaxud daha, məsələn, Asif Kərimovun buradan salamlayıram, çox gözəl çıxışını izlədim mən, çox net olaraq bu sahədə, yəni bu mövzuya münasibətini bildirdi, izah elədi. Nə dəyişdi ki? Bugün yenə də Azərbaycanda bizim tanıdığımız bir çox dostlarımız belə trend uğrunda yarışır. Nə üçün? Əvvəllər instituta girəndə, konservatoriya girəndə, musiqiyə hansısa bir uğur qazananda cəmaət sevinirdi. Müsabiqə laureatı olanda sevinirdi. İndi trendə düşür. İndi trendə düşəndə sevinir. Mən dedim, biraz ağır çıxdı, kobud çıxdı, biraz yanlış tərəfə yönləndirənlər oldu. Mən onu demək istədim ki, musiqi sahəsindən uzaq olan nə qədər adam tanıyırsınız? 2. Avtobus sürücüsü var, əlbəttə, həkimi qəssab var, nə bilim, həkim var, dərzi var. dərzi var, bir çox sahələr var ki, musiqidən kənardır. Bunun işi musiqi deyil. Trendi yaradan bu adamlardır. Kim istəyirlər onu dinləyirlər. Yəni mən niyə görə onun fikri ilə bu musiqiyə qiymət verməliyəm? Məsələn, mən 99-cu ildə ölkə üzrə muğam müsabiqəsində ölkə üzrə 3-cü yer tutmuşam. Bilirəm, sənin çox gözəl boğazın var. 2-ci yer tutmuşam. Orada jüridə 5 karifey sənətkar oturmuşdu. SMS də yox idi. Mən düşünürəm ki, onların fikirləri mənim üçün o trenddəki milyonların ağırlığından ağırdır. Çəkisindən ağırdır. Çünki trenddə bu işə qiymət verib rəqam qaldıran adamlar bu sahənin adamları deyil. O bilmir ki, o musiqi yaxşıdır və ya pisdir. O xoşuna gələnə qulaq asır. O gün kimsə deyir, sən Allah pis şeylərə qulaq asma, birdən xoşuna gələr. Hə, Cəlil, meyxanaçı Cəlil dedi onu. Dedi ki, pis şeylərə qulaq asmayın, birdən xoşuna gələr. Düz deyir də, virus halına gəlib. Bəli. Bir-birinə keçir, ötürülür. Zaten pis, düşünürəm ki, pis musiqi də yoxdur. Sadəcə olaraq bugün onu pis təqdim etmək məsələsi var. Düzgün aranjman, düzgün yanaşma, o mahnıya görə çəkilən klipin məntiqi, rəngləri, geyim, yenə də tandem, səviyyəli şəkildə olmasa, ümumiyyətlə qəribə bir şeydir. Onun fərqini heç kim hiss eləmir. Keyfiyyət istəyi var ha. Keyfiyyəti, elə keyfiyyətli olsun. Bu var ha. Bu keyfiyyət istəyi olmayana qədər orada heç nə dəyişməyəcək. Adamlar onu dərk eləmir. Adamlar yaxşı geyinməyə çalışır, o da necədir? Deməli, yalandan geyinir. Niyə görə? Əgər yaxşı geyinibsə, pis mahnı oxuyursa, deməli, yalandan geyinir. Türkana baxıb geyinir, röyə baxıb geyinir, jurnala baxıb geyinir ki, belə olmalıdır. Özü onun var, yəni yaxşı olub pis olduğunu dərk eləmir. Çünki oxuduğu mahnının geyindiyi şalvara dəxli yox. Vallahi. Çox düz deyirsən. Yəni bu zövq bir yerdən idarə olunur. Sən vurduğun ətri də eyni zövqlə vurursan. İnsanlarla münasibətin də eyni zövqdən idarə olunur. Ətrafında ona görə qurursan. Mütləq şəkildə bu zövq sənin keyfiyyətin deməkdir. Sən nəyə qulaq asırsansa o qədər adamsan. Nə qədər gözəl yemək yeyirsənsə o qədər insansan. Bunu bir dəfə bir dostumuza dedik, əsəbləşdi. Necə yəni mən nə yeyirəmsə o nə deməkdir? Mən falan. Yəni nə yeyirsənsə o deməkdir ki, necə yeyirsən? Hansı formada yeyirsən? Sən pomidoru belə də dişləyib yeyə bilərsən. Vilka ilə gözəl. Pomidorun neçə növü var? Adı pomidor damsının. Hamısı eynidir. Yox. Biri bir şeyə yarayır, o birisi bir şeyə yarayır. Hər zonanın öz dadı var. Öz dadı var, daddan da başqa. Biri bir salat üçün yaxşıdır, biri pomidor yumurta üçün yaxşıdır, biri yemək üçün pendirlə yaxşıdır. Yəni hamısı pomidordur. Düzdür? Ona görə düşünürəm ki, o zövqdə müalicə olunandı, onlar sadəcə olaraq xaladelniki doldurmaq istəyirlər və salam. Yaxşı, bəs bu bayağı musiqi Elə həmən şeydir. Bayağı musiqi onların təqdim elədiyi, həmən o bugün... Yoxdur məncə bayağı musiqi. Onu düzgün ifa eləyə bilməyən. Mən bu şeyin İfaçı. tərsinəsini harada gördüm, sübutunu. Zamanında bir televiziyanın layihəsi vardı. Həmən bizim bu bayağı dediyimiz mahnıları
bizim estradada zövqlə olan ifaçılarımızın təqdimatında bir layihə eləmişdilər. Ki orada bir çox dostlarımız başqalarının mahnılarını ifa etmişdilər. Orada məsələn mən o layihədən o mahnılara başlamışam bəzilərinə qulaq asmağa. Çünki artıq onu duzunu, üstotunu düzgün vurmuşdular. Onun betonunu düz tökmüşdülər. Qarmoniyasını düz vermişdilər. Və sonra o kanta artıq cana gəlmişdi. Yəni mahnının kantası möhkəmlənmişdi. Çünki ona yaxşı dayaq vermişdilər. Burada mahnının kantasını yazığı tək qoyurlar. Sintezatorla xərcim az çıxsın 3 manat. Akord verək buna, filan kəs oxusun. Çıqqada, dubada, belə interesi bir, nə bilim, qəribə şeylər. İranda çox böyük musiqi növləri var. Yəni musiqi nümunələri var. Ki bizim muğamımızın da, təbii ki, bilirsiniz, Cənubi Azərbaycanda, Təbrizdən, yəni qarşılıqlı olaraq bizim bir-birimizlə musiqi alış-verişimiz var. Bənzərliklərimiz var. Muğamlarımızın adı, filan, farsçadan və s. qəzəl növləri. Bu qalıb qıraqda. İranın o Amerikaya köçən o, nə cür deyim ki, kobud çıxmasın, nə bilim, axmaq o musiqi tərzləri ki yaranıb, bizimkilər başlayıblar bundan istifadə eləməyə. Və trendə düşən o çox mahnıların da, milyonluq mahnıların çoxunun da kökəni oradandır. Bəstəkarların hamısı qırılıb bizdə Azərbaycanda ölüb, gediblər Özbəkistan, İran, Türkmənistan, amma belə işləyirlər də özləri üçün. Amma mən sizə əminliklə deyə bilərəm ki, bu Azərbaycan musiqisi deyil. Yəni, heç kim narahat olmasın. Mən bu intervyunu bir illər əvvəl də vermişdim. Dedilər, Azərbaycan musiqisi uçuruma gedir. Xeyr, uçurmaza da getmir. Bu Azərbaycan musiqisi deyil. Azərbaycan musiqisinin sütunları bu günlərdə yaşayırlar. Onlar dövlət tərəfindən qorunur. Və siz bu günlər heç bir dövlət tədbirində, xarici səfərlərdə bu adamlardan birini görmürsünüz. Bu artıq onların özü üçün göstərici olmalıdır. Onlar özləri onu baxıb başa düşmədilər ki, niyə biz bir dəfə dövlət tədbirinə çağırmırlar? Niyə bizi mötəbər gecələrdə, səviyyəli bir gecələrdə, kiminsə yaradıcılıq gecəsində, hansısa bir xatirə anım gecələrində niyə bizi çağırmırlar, niyə bizi oxutmurlar? Yaxşı olsaydı oxudardılar da. Onlar o qədər pul qazanır ki, heç bəlkə bu məsələ yadlarına da düşmür. İnanın ki, yadlarına düşsün. Bəlkə yollarını dəyişərlər. Yəni, baxsınlar, özlərinə qiymət verməyə bacarsınlar. Bacarmırlar, odur problem. İnsanın vicdanı olsa, özü ilə danışsa, gecə yatanda ki, danışmalıdır. O analizdə başa düşməli, nə doğru getmir, nədir problem? Niyə bizi sevmirlər və yaxud da ki, niyə insan kimi biz sevilirik, dostlarımız var? Tutalım, Nazım deyir ki, falan kəs mənim dostumdur, mən onun haqqında danışmaq istəmirəm. Amma tutduğu yol düzgün yol deyil. Bu dostluqda da var da, həyatda o qədər dostlarımız var ki, deyirsən ona ki, sən babaralığı qoy yerə. Elə dostumuz az deyil. Əlbəttə. Gözəl dost, insandır, xasiyyəti əladır. Onun üçün deyirsən də əslində. Deyirsən ki, qurban olum sən, nə ola babaracılıqdan əl çəkdə? Sən gözəl adamsan, tutacaqlar səni. Həmən şeydir də. Sən musiqidə doğru yolda deyilsən, səni bir gün tutacaqlar. O bu cürdür yəni. Nazim, sonuncu sualımı sənə vermək istəyirəm. Əslində qismən danışdın bu barədə, amma qoy mən bu sualı verim. Sən çox istedadlı adamsan. Sənin səsini mən illər öncə bilirəm. Sən elə muğam boğazların var ki, onu handa bir müğənni eləyə bilmir. Sən çox yaradıcı insansan. Sən bəstələrin çox adamı ulduz eləyib. Amma son illər mən belə istəyirəm ki, sən özün... Çox ulduzları ifa edib. Çox ulduzlar ifa edib də sən. Yəni, mən ulduz edib demək istəməzdim. Mahnılarım da ulduz elə olsun. Tamam. Amma son illər məndə belə bir təəssürat var ki, sən özünü kölgədə qoyursan. Başqa yoldasanmı deyim? Sən yəqin ki, mənim fikrimi tutdun. Bəli. Başa düşdüm. Bunu mənə son dönəmlərdə yalnız dostlarım deyib. Çox eşitməyə başlamışam bunu. Ki, zaman keçəcək, peşman olacaqsan və s. Bəli, hər aşığın öz dövranı var. Allahdan dua edirəm ki, heç vaxt bunun peşmançılığını çəkməyim. Çünki hərdən toxtaqlıq da tapıram ki, bu dünyaya gələn insanların hamısı məcburdurmu oxuyan olmalıdır? Yox. Və yaxud da ki, məcburdurmu mahnı yazmalıdır? Xeyr.
Mənə elə gəlir ki, bütün harda işləyirsən işlə, harda olursan ol, azla qane olmağı bacarıb xoşbəxt olmaq lazımdır. Mən odun qırağına yaxınlaşmaqdan həmişə qorxmuşam ki, yandırar. Hənirtisi vursun deyə həmişə kənardan izləmişəm onu. Meyxoş eləsin. İşsin biraz bəs. Sakit, azad. Bir dəfə iki dost olur, musiqiçi olurlar bunlar. Biri qarmon çalan olur, biri belə. Nəsə o biri belə olan bir gün zaman milyarder olur, ayrılır bu yoldan, gedir Rusiyada yaxşı şərait qurur. Həmişə də o milyarderlər Rusiyaya gedir. Belə anekdotlarda. Nəsə gedir Rusiyaya, orada biznesmen olur filan. Bu qarmonçaların işi düşür ona bir gün. Yol gedir, uzun yol gedir, gəlir, qapıda gözlədir bunu. Məyus olur, mənim kimi o da məyus olur. Çıxır, gəlir öz kəndinə və sənətinə davam edir. İllər keçir, o Rusiyaya köçən ağzı günə qayıdır Azərbaycana. Hər şeyin itirib, qumarda uduzub, problemlər yaşayıb, vəzifəsindən çıxıb, hər nə olubsa. Başına işlər gəlib, gəlir təzədən öz kəndinə, deyir, gedim dostumu ziyarət edeyim. Gəlir ki, ay dostum, sən Allah vəziyyətin nətərdir, necəsən? Deyir, vallahi mən elə qarmonumu çalıram da. Yəni, bu nə gözəl sözdür. Mən elə qarmonumu çalıram. Qalxışlar görmüşəm, enişlər də görmüşəm. Təbii ki, həyat enişli yoxuşludur, hamımızda olur, o marağı da ondadır. Amma çoxu görüb birdən sonra əziyyətə düçar olmaq ki, onu itirirsən, əlindən gedir hər şey. O adamı incidən şeydir. Mən ondan həmişə qorxmuşam. Stabilliyi həmişə çalışmışam ki, stabil yaşayayım. Yəni ki, yavaş-yavaş, az-az xımır-xımır, həm bu maddi tərəflərə aiddir, həm çox görsənməyə aiddir. Yəni, mən həmişə, bu mənim sirrimdə əslində. Məsələn, mən evdə də həmişə demişəm, marketə hər gün günorta 3-də düşmək olmaz. Bir gün 3-də getmək lazımdır marketə, bir gün 4-də, bir gün 6-da. Qrafika salmaq olmaz bunu. Yəni, adicə qonşular belə səni daimi eyni saatda orada görməməlidir. Mənim öz siyasətimdir, öz fikirlərimdir. Həmişə səhnənin dalında gizlənmək. Çünki çox görsənmək niyə lazımdır ki? Birinə lazımdır, birinə lazım deyil. Yəni, nə barədə deyirəm? Riskli şeydir də. Yəni, çox qorxuludur, çox fəsadlar verə bilər, problemlər ola bilər. Ən azından belə deyim də, bu günləri bizim çox məşhur insanlar, dostlarımız, hamısı görürəm ki, demək olar ki, eyni mövzudan əziyyət çəkirlər, bunu danışdılar, bunu yazdılar, bunu belə dedilər, falan, otururlar əməlli onu dərd edirlər özlərinə falan. Buradan salamlayıram, Allah ömrünü uzun eləsin. Seyran Səxavət bir dəfə dedi ki, ay bala, istəmirsiniz sizdən danışsınlar, gedin ucqar bir kənddə, bir yaxşı bir seyf alın, dağın döşündə, elə girin oturun seyfdə, ağzınızda bağlasınlar, oturun görsənməyin də. Yəni, mənim üçün bu həmişə qorxulu olub. Mən onun yükünü daşımaqdan qorxmuşam və yaxud toy idarə edən mənim dostlarım ki var, əjdahalar, mən Abbas olsun, Zamik olsun, bunlara heyrətə gəlirəm də. Yəni, bu çox əziyyətli bir şeydir. Hərdən bizi deyirlər ki, sizin işinizə nə var? Bankda işləyən dostum mənə deyir ki, sizin işinizə nə var? Əylənirsiniz, siz. Deyirəm, ay kişi, sən saat 6-ya qədər yemək yemirsən ki, 6-da gəlib toyda əylənəsən. Mən gələm səni əyləndirməyə, 6-da işə gələm mən. Sən işdən çıxıb mənim yanıma gəlirsən, mən işə gəlirəm. Mən işə gəlirəm. Ki, sən rahat olasan, dincələsən. Amma o 6-ya qədər mənim ona hazırlıq işim də var. Hazırlıq var və toydan sonra evə gəlib, buna heç kim şikayət anlamında başa düşməsin. Hər işin öz əziyyəti var, sıxıntıları var, asan iş yoxdur. Asan iş divanda oturub televizora baxmaqdır və yaxud da məsləhət verməkdir. Zurnanın səsi uzaqdan hamıya xoş gəlir. Məsələ o deyil, kolonkanın o dinamiklərin uğultusu, nəinki o toyda baş verən o stres, o piyan adamın sənin düyülü o ağzı ilə gəlib qulağına söz deməyi, nə bilim, pul verib deyə
səni əzmək kimi bir iddiaları ki, pul vermişik də, sən məsələn, indi son təbii ki, o lakşeri məclislərdə artıq kamil olan insanların toylarında bu şeylər şükür Allaha yaşanmır. Amma toya gəlib o 20 manat toya yazdıracaq adam var ha. Onları eləyən o adamdır. Düzdür. Uzaqdan çağırıblar ki, indi kənddən kəsəkdən qoy gəlsin. Xətrinə dəyməsin, gəlsin. Xətrinə dəyməsin. O gəlir ora. O vəziyyətdən sonra gəlir ki, bu müğənnidir də biz buna pul vermişik. Bu bunu eləməlidir. Niyə? Nə üçün? Niyə də? Yəni müğənnidən yaxşı bilirsən, işin istəmirsən toyun yaxşı olsun, qoy o istədiyini eləsin də. Çünki o səndən yaxşı bilir bunu necə etmək lazımdır. Mən gül düzəldən adama necə deyim ki, xahiş edirəm buketi belə bağla. Elə bağlaya bilsəm özüm bağlayaram. Elə deyil. Mən o baş deyirəm ki, 50 yaşda bir qadının yubileyinə gedirəm və yaxud ad gününə gedirəm və yaxud kimisə təbrik edəcəm. İnsut bilib, mövzuya uyğun qardaş, sən nə məsləhət görsən onu düzəlt. Çünki bu məndən yaxşı bilir. Mən Türkandan jurnalistikanı necə yaxşı bilə bilərəm. Onda gəl yerimizi dəyişək. Həqiqətən də rollar dəyişir. Orada da bu cürdür. Gəlir, sən 160 tempdə oxuduğun yerdə gəlir sənə bir dənə lirik mahnı qulağıma deyir. Ki, sən bunu dərhal oxumalısan. Dəyişməlisən. Bunu necə dəyişə bilərsən? Bu məntiqsizdir. Çünki toy sahibi də nəticə etibarilə diska baxanda sənə zəng vurub deyəcək ki, ya çox ayıbdır qardaş, sən mənim toyumu niyə bu günə qoymusan? Və yaxud da ki, toydan gedən insanlar deyəcək ki, filan kəs yaxşı toy aparmış. Məhv elədi məclisi. Çünki cəmaət imkan verməlidir ki, o hərdən son dövrdə olur da, el şənliklərinə gedirik. Onda oxuyan olmaq istəyirəm məsələn. Baxıram ki, bu konsertdir. İnsanlar necə qaynayıb, qarışır, ham gəlin, bəy, ham bir yerdə. Çünki gənc nəsil çoxdur. Nəsil də nəsir dəyişir. Baxırsan ki, xaricdə oxuyub gəlib, bu bir ingiliscə danışır, bir rusca danışır. Biraz gələnəksel o şeylər, mədəniyyətlər dəyişib, informasiya artıq başa düşürlər ki, belə olanda adamı yemirlər, yəni belə olmaq da olar kimi məsələlər çıxıb ortalığa. Orada baxırsan, nə gözəl də, bu toyların yüzünü oxuyarsan da, yəni o qədər ağırlığı da yoxdur. Toy sahibi özü gəlir deyir ki, qardaş, 12-də vağzala, bitdi, sağ olun. Əla, hər şey eləmişik. Toyda hər şey eləmişsən, bir də deyirlər ki, yox, pul vermişik. 12-dən sonra bir də təzədən başlamalısın. Niyə? Hər şey eləmişik də, tutalım ki. Elə toy var 2-yə kimi gedir, ürəyin gedir, ləzzət eləyir, saata baxsan, vaxt gedir, o qədər maraqlı. Yəni bu şeylər də var. Amma mən həmişə bunun ağırlığından, mövzumuz oydu, mən bunun ağırlığından qorxmuşam sözün açığı. Yəni etiraf eləyim ki, qorxmuşam səhnə arxasında olmağı, təvazö ilə, heç vaxt özüm haqqında yüksək iddialarda olmamışam. Çalışmışam, iş görüm, o iş nəsə bir söz desin, mən deməyim. Belə olub. Çox sağ ol, mənim əzizim. Siz sağ olun. Təşəkkür edirəm gəldiyiniz üçün. Uzun danışdım, həmişə uzun danışıram ki, maraqlı uzun qısaltma olur, qısanı uzatma olur. Çox sağ ol, təşəkkür edirəm. Siz sağ olun. Mən arzum idi burada olmaq, səninlə danışmaq, görüşmək. İnşallah daha böyük layihələrində sənin yanında həmişə varam. Çox sağ ol. Səninlə danışmaq həmişə xoşdur. Çox sağ ol, mənə də. Sən bizi danışdıra bilirsən. Gözəl sözlərin qarşılıqlıdır. Çox sağ ol, əzizim. Sağ ol. Sağ ol.